Salam əziz dostlar, əlillik təyinatı ilə bağlı maarifləndirmə, məlumatlandırma xarakterli materiallara davam edirik. Bu dəfə isə əlillik təyinatının ilkin mərhələsindən, forma 88-in doldurulması prosesindən, yəni ilkin başlanğıc nöqtəsindən başlamaq istəyirəm. Ümumiyyətlə, hazırda əlillik 590 meyar əsasında müəyyənləşdirilir və 800-ə yaxın xəstəlik üzrə əlillik dərəcəsi almaq mümkündür. Həmçinin məlumatınız olsun ki, 18 yaşına dək birinci tip şəkər xəstəsi uşaqlarda ağırlaşmalarla bağlı tələb, əqli geriliyi olan 8 yaşına kimi uşaqlarda isə IQ test tələbi yoxdur. O ki, qaldı göndərişlərin verilməsinə, əvvəllər məsələn, tibb müəssisələrinin həkim məsləhət komissiyaları tərəfindən bu və ya digər şəxsin əlilliyinin qiymətləndirilməsi məqsədilə göndərişlərin, yəni forma 88-in rəsmiləşdirilməsi üçün bir çox xəstəliklərin ağır və ya yüngül olmasından, şəxsin yaşından və sair digər səbəblərdən asılı olmayaraq minimum 6 ay müalicə müddəti tələb olunurdu. Sonradan edilmiş dəyişikliklərə əsasən əlilliyin qiymətləndirilməsi məqsədilə ilkin müraciət zamanı müalicə müddəti gözlənilmədən göndərişlərin rəsmiləşdirilməsinə əsas verən xəstəliklərin sayı 5-dən 73-ə çatdırılıb. Yəni, 73 adda xəstəlik var ki, müalicə müddəti tələb olunmur və dərhal göndəriş verilir. Əlilliyin qiymətləndirilməsi məqsədilə təkrar müraciət zamanı isə 31 xəstəlik üzrə xəstəliyin klinikası nəzərə alınmaqla minimal müalicə müddətləri müəyyən edilib. Burada isə xəstəlikdən asılı olaraq maksimum 15 gün, minimum bir dəfə müalicə tələbi var. Bəs hansı xəstəliklər üçün ilkin müraciət zamanı müalicə müddəti tələb olunmur, yaxud hansı xəstəliklər zamanı təkrar müraciət zamanı müalicə tələbi var? Bax, bu siyahını Nazirlər Kabinetinin təsdiq etdiyi bu siyahını sizə təqdim edirəm. Həmin siyahı ilə ətraflı tanış ola bilərsiniz.